Ümumiyyətlə, hamilə qadınlar ultrasəs müayinələrinə hansı sıxlıqda getməlidirlər və nə zaman bu müayinələr daha vacib olur? Yəni onu neçə dəfə deməyək, hamiləlik yəni 8-9 ay davam eləyir, 9 ay demək olar ki, davam eləyir. Hər ayın tamamında adətən rutin bir ultrasəs müayinəsi aparılır. Aha. Hər hansı bir kənara çıxma yoxdursa, yəni elə hamilələr var ki, onlarda xüsusi hallar var, xüsusi yax dediyimiz cift patologiyaları və ya hər hansı bir döldə qüsurlar var. Onlar daha tez-tez ultrasəs müayinəsinə məruz qalır. Təəssüf ki. Amma normal bir hamiləlik ayda bir dəfə rutin bir ultrasəs müayinəsi keçir. O ki qaldı ultrasəs müayinəsinin ziyanlığına, o indiki dövrdə daha çox köhnəlmiş fikir olaraq qəbul olunur biz həkimlər tərəfindən. Yalnız onun da bir belə deyək, həqiqətdə doğruluq payı var. Yəni ilk 10 həftəsində biz ultrasəs müayinəsində dölü müayinə eləsək belə hamilələrimizin çox istədiyi o ürək döyüntüsünü onlara dinlətmirik. Çünki bu impuls ultrasəs müayinəsi həmin o ürək səsini bizə eşitdirən müayinə növü döl ürəyinə ziyandır. Orada belə deyək də bir istilənmə payı var ki, zamanla bu dölün ürək damarlarının daha çox klapanlarının formalaşmasında bir qüsur formalaşa bilər. Ona görə də biz 10 həftəsinə qədər çalışırıq ki, hamilə nə qədər çox istəsə də bu ürək döyüntüsünü ona dinlətməyək.